Əzizlərimiz, əziz şagirdlərimiz, mən Vüsal Kəlbəcər 18 kitab müəllifi Qızıl Qələm mükafatı. Bu gün Azərbaycanımızın çox gözəl rayonlarından biri olan Ağcabədi rayonunda çox gözəl qonaqpərvər kəndlərdən biri olan Rəsvərlər kəndindəyik. Rəsvərlər kəndində qabaqcıl nümunəvi şagirdlərdən birini sizlərə təqdim etmək istəyirəm. Gözəl bala, adın soyadın nədir? Əliyeva Cansu balamız. Necəsən gözəl bala? Böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsən? Ay maşallah, arzu edirik gələcəkdə ən yüksək balla tibb universitetinə qəbul olasan, biz də səndən bağlı gözəl çəkiliş eləyək inşallah. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Gözəl bala, məktəbdə ən çox sevdiyin müəllimlər hansı müəllimlərdir? Şamilə müəllimə öz adımızdan dərin təşəkkür bildiririk. Başda məktəbin direktoruna öz adımızdan dərin təşəkkür bildiririk. Tədris işləri üzrə təşkilat müavinlərə və Orxan müəllimə öz adımızdan dərin təşəkkür bildiririk. Başqa hansı müəllimləri sevirsən? Şəfəq müəllim. Şəfəq müəllimə də sağ ol deyirik. Qardaş, sənin adın nədir gözəl bala? Əlizadə Surat. Surat, sən neçədə oxuyursan? 2-də. Səninlə bağlı inşallah ola bilər ki, bir neçə günə çəkiliş eləyərik. Onda başqa əməkdaşlarımız gələcək, sənə də uğurlar diləyirik. Sən böyüyəndə hansı peşəyə sahib olmaq istəyirsən? İnşallah. Bizim bu balaca balanın adı nədir? Naslı balamıza da. Adın nədir gözəl bala? Naslı adın. İnşallah sənə də uğurlar diləyirəm. Mənim Vüsal Kəlbəcəridə sizə arzum odur ki, gələcəkdə hansı sənətin peşəyə sahib olmağına baxmayaraq vətənimizin dəyərli vətəndaşı olasınız. Azərbaycanımızın bayrağını yüksəklərə qaldırasınız. Atanızın, ananızın əziyyətini yerə vurmayasınız. Təşəkkür edirəm, minnətdarım bildirirəm. Bu gün 2026-cı il 19 fevral. Bu kadrlara 10 il, 20 sonra baxanda bizdə nə söz verirsən? Yüksək bal toplamağına söz verirsənmi gözəl bala? Ali məktəbə qəbul olmağına, ataya, anaya layiq övlad olmağa söz verirsənmi? Biz də sənə söz veririk ki, hər zaman sənin uğur və nailiyyətlərini işlandıracağıq. Uğurların bol olsun, nailiyyətlərin bol olsun. Bu günlər biz yenə də, bəli, Ağcabədi rayonu Rəsvərlər kəndində gözəl Cansu balamızın nənəsindən, atasından xeyir dua almaq istəyirik. Belə bir el məsəli var. Deyir ki, övladda dəvədir, dövlətdə dəvədir. Nənəsi, siz də çəkilişdən öncə gözəl Cansu balamıza özürə sözlərini dediniz. Mən də istəyirəm ki, çəkilişdə də deyəsiniz. Adınız nədir? Suray. Suray xanım, nə arzulayırsınız bizim gözəl balamıza? Nənənin balıya nə arzusu olar nəviyə. İnşallah oxusun, yaxşı oxusun, ali məktəbə qəbul olsun. İnşallah. Bizə baxaq sevinək. İnşallah. Ən böyük arzumdur ki, Cansu oxusun. İnşallah. Peşəyə layiq olsun. Peşəyə layiq olsun. Bizim də arzumuz odur ki, neçə yaşınız var anamız? 57. Nə yaş var ki hələ? Bizim də arzumuz odur ki, Cansu balamız ali məktəbə qəbul olmağını da görəsiniz. Həkim olsun, sizi müalicə yox, müayinə eləsin. Yəni o qədər sağlam olasınız ki, siz müayinə eləsin. Kadrlara bir 20 il sonra da baxanda inşallah Cansu balamız həkim olar. Gəlib sizə xidmət eləyər inşallah. Təşəkkür edirik, can sağlığı arzu edirik. Atası, sizin adınız nədir? Zar bəy, hansı peşə ilə məşğulsunuz? Sürücüsüz. Biz bilirik, gecə gündüz sürücüsüz, yollardasınız, qarda, buzda, soyuqda. Övladlarınızın yaxşı təhsil alması üçün əlinizdən gələni əsirgəməyən atalardan birisiniz. Övladınıza nə arzuluyorsunuz? Uğurlar bol olsun. İstədiyi arzularına çatsın. İnşallah. Biz də sizə can sağlığı arzu edirik, dərin təşəkkür edirik. Çox sağ olun.